Qarabağda faydalı yataqların qanunsuz istismarına qarşı ekoloji terrora son devizi ilə təşkil edilən aksiyanın 80-ci günüdür. Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi ərazidən hər gün onlarla nəqliyyat vasitəsi maneəsiz hərəkət edir. Elə bugün də Rusiya sülh məramlarına aid 60-dan artıq avtomobil ərazidən keçib. Yolun hər iki istiqamətində dəyişməyən şüarlarla, dəyişməyən tələblərlə iştirakçılar öz dinc mübarizə və mücadelələrini davam etdirirlər. Təəssüflər olsun ki, hələ də 80 gün geridə qalsa da, hələ də tələblər yerinə yetirilməmiş qalır. Ekofəallar bu günü də həmişəki kimi dövlət himnimizi səsləndirərək qarşıladılar. Onlar ərazilərimizdə törədilən ekoloji terrorun dayandırılmasını tələb edirlər. Aksiya keçirildiyi ilk gündən Xankəndi-Laçın yolunda humanitar məqsədlər üçün heç bir nəqliyyat vasitəsinə maneə törədilməyib. Ekoterrora etirazın 80-ci günündə də ərazidən Rusiya sülh məramı kontingentinə məxsus avtomobillərin hərəkətinə şərait yaradılıb. Motivasiyamız, əhval-ruhiyyəmiz ilk günkü kimi yüksəkdir və məqsədlərimiz yerinə yetirilənə qədər burada olacaq. Bu gün hava yaxşıdır, belə deyim, digərlərindən fərqli olaraq. Pis hava şəraitinə baxmayaraq da biz aksiyanı davam etdiririk və məqsədlərimizə çatan kimi də aksiyanı davam etdirəcəyik. 80 gün gecə-gündüz demədən aksiyanı davam etdirən ekofəallar tələblərində ısrarlıdırlar. Bizim tələblərimiz haqlı tələblərdir və bu tələblər yerinə yetirilənə qədər biz dinc aksiyamızı yerinə yetirəcəyik və var gücümüzlə burada dayanacağıq. Dinc aksiyamızın ən başlıca əsas məqsədi ekoloji cinayətə son qoymaqdır. Eyni zamanda doğma torpaqlarımızda olan milli sərvətlərimizin istismarına son qoymaqdır. Hava şəraitindən asılı olmayaraq bütün könüllülər burada öz aksiyasını, dinc aksiyasını davam etdirir. Ekofəalların qanunsuz istismara, ekoloji terrora son qoyulanadək aksiyanı davam etdirmək əzmindədirlər. Elnur Tofiq, Elmin İspəndiyarov, Rüstəm Mikailzadə, İlkin Cəlilzadə, ASTV Xəbər.